Salam, kanalıma xoş gəldiniz. Bugün şalqam suyu hazırlamışam və sizinlə bunu paylaşmaq istəyirəm. Şalqam üçün bizə qara yer kökü lazımdır. Belə. Acılı istəyirsinizsə acı biber, məndə qurumuş acı biberdir. 200 qram bulgurdur, kiftəlik bulgur, 3 dolu xörək qaşığı da duz. İndi yer kökünü uclarını kəsib doğrayacağıq. Arxalarını yolunda kəsmişəm. İndi bunu bölməliyik. Bu şəkildə. Mütləq əlcəyə geyin əlinizə, ona görə ki, əliniz qaralacaq. Kökü butulkaya doldurandan sonra bulguru da, duzu da bura əlavə edib suyu tökdüm üstünə ağzına qədər. Yaxşı-yaxşı ağzını bağlayıb biraz çalxalayırıq ki, duzu ərisin. 4 gün keçdi. Mən artıq bir dəfə açıb qazını buraxmışam balondan. İndi bir də eləyəcəm. Ara sıra bunu eləmək mütləq lazımdır. Əgər videomu bəyəndinizsə, abunə olub like etməyi və zəngi basmağı unutmayın. Nuş olsun.